gün Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində Vətən müharibəsinin qəhrəman şəhidi İntizam Qaçayevin anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim bir dəqiqəlik sükutla başlayıb və şəhidlərin əziz xatirəsi yad edilib. Çıxış edənlər gənc yaşında olsa da döyüş torpaqlarını layiqincə yerinə yetirən İntizam Qaçayevin igidliyindən və mərdliyindən danışıblar. İntizam Qaçayev 14 dekabr 2001-ci ildə Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən şəhidimiz 23 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşlərində şəhid olub və Göyçayda dəfn edilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən İntizam Qaçayev ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Anım mərasiminin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər, şəhidin ruhuna dualar oxunub və məzarı önünə gül dəstələri düzülüb. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.